Hər vaxtınız xeyir. YouTube, Instagram və TikTok hesablarımı takib edib, videoları bəyənib dostlarınızla paylaşmağı unutmayın. Noyabrın 23-ü 11-ci siniflərə Güvən nəşrlərinin təşkil etdiyi blok imtahana salınmış sualların izahına baxırıq. Birinci sualda deyir, tənliklər sisteminin nə vaxt həlli yoxdur? Tənliklər sisteminin həllinin olub-olmamasını biz baxın bu ifadəni yazaraq biləcəyik. X-ların əmsallarını bir-birinə bölürük. 2 bölü 4 bərabər. Y-lərin əmsallarını bir-birinə bölürük. Mənfi 1 bölü k. O da fərqli olmalıdır. 10 bölünsün 0-dan. Təbii ki, 10 bölü 0 anlayışı yazmağımız düzgün deyil. Ona görə də biz sadəcə bu hissəni həll edək. 2k bərabər 4-ü mənfi 1-ə vururuq. Mənfi 4, k-nı tapanda da mənfi 4-ü 2-yə bölürük, mənfi 2. Düzgün cavab C variantı olacaq.